Deyir ki, uşaqlar turistlər üçün plan qururlar. Azərbaycanın görməli yerlərini göstərmək üçün bu planda həm də Azərbaycan təbiəti haqqında danışılacaq. Verilmiş fikir deyir, hansı inteqrasiya növüdür? Əlbəttə ki, fənlər arası. Çünki bir neçə fənin əlaqəsidir. Təbiətdir, ondan sonra hətta xəritə sözü olubdur. Demək, coğrafiyadır və s. Coğrafiya müəlliminə düşüb sərf eləmirəmsə, burada fən üstü olmur. Çünki heç bir praktiki bir şey yoxdur. Yeni qayda ilə fən üstü götürməyəcəyin. Plan o zaman olardı ki, planı həqiqətən bu dəqiqə reallaşdırardı. Yerinə yetirərdi, yox ha. Yəni planla bağlı nəsə praktiki bir iş olardı. Plan qururlar sadəcə, beyinlərində qururlar və yaxud da nəsə həyata keçirirlər. Amma burada reallıq yoxdur. Uşaq planı qurması üçün həmin dağa və yaxud da həmin görməli yerlərə getmir. Ona görə fən üstü olmayacaq müəllimlər. Yeni qayda ilə cavabımız fənlər arası. Mən demişdim axı, praktiki bir şey olarsa, yerinə yetirmək olarsa, nəsə etmək olarsa, o zaman, yəni həqiqətən də həyatda yerinə yetirəriksə, o zaman fən üstü olacaq.